الله الرحمن الرحيم الحمد لله رب العالمين الصلاة والسلام على رسول الأمين وآله الطاهرين ولعنة الله على أعدائهم من الآن إلى يوم الدين أوصيكم ونفسي بتقوى الله sizlərə və özümə təqvalı olmağı tövsiyə edirəm. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Vel asr innel insane lefî husr illellezîne âmenû ve amilussâlihat ve tevâsav bil hakkî ve tevâsav bis sabr. Sadakallâhul aliyyul azîm. Bir salavat zikredelim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Söhbətə mövzumuza Qur'anın Mülk surəsinin 2-ci ayəsinin buyurduqları ilə başlamaq istəyirəm ki, buyurur, Allah özünü tanıtılır Qur'anda insanlara Əl-ləzî xələqəl mevtə vəl həyətə liyəbluvakum əyyukum əhsənu əmələ. Allah o Allahdır ki, o kəsdir ki, ölüm və həyatı yaradırdır ki, sizlərin hansınızın əməlinin daha yaxşı olduğunu imtihan edəsin. Bugün söhbət, bəhsimiz imtihan barəsindədir. Yəni Allahın insanı imtihan etməsi haqqıdır. Bilirsiniz ki, əgər imtihan barəsində desək ki, Allah imtihanı yaradıb, bu imtihan üçün yaradıb insanları birinci növbədə Həzrət İmam Hüseyin əleyhissalam insanın zehninə gəlir ki, Həzrət Hüseyin əleyhissalam da Allahın imtihanının ən gözəlini, ən layiqlisini gələn bir şəxsiyyət idi. Həzrət Peyğəmbər salavatullah buyurur ki, Əl-Mu'minu beynə xəmsi şədaid. Mümin 5 dənə çətinliklərin arasındadır. Mümin insan daimə 5 çətinliyə məruz qalar. Onun başında 5 dənə çətinlik olar. 5 dənə problem olar. Birincisi budur ki, mu'minun yəhsuduhu. Bir mümin ki, ona həsəd edir. Mümin ona həsəd edən müminə həsədinə elə bir daim məruz qalır. Burada bu sözü demək olar ki, hədisdə Peyğəmbər buyurur ki, Əl-Mu'minu yəğbitu vəl-münafiqu yəhsud. Mümin həsəd eləməz, qibtə edir, amma münafiq həsəd edir. Niyə burada mümin deyir Peyğəmbər? Neçə dənə bu barədə şərhin demək olar ki, birincisi budur ki, Peyğəmbər salavatullahın mümindən məqsədi elə müsəlman olanlar burada ki, müsəlmandır. Yəni, ibadət eləyəndir, İslama gələndir ki, mümin qardaşına həsəd eləyər. Amma nə cür həsəd? Çünki Peyğəmbərimiz buyurur ki, 9 şey ümmətimdən götürülür günahı. 9 dənə şeyin günahı ümmətimdən götürülür. Rufiyan ümməti tis'un. 9 dənə şeyin günahı ümmətimdən götürülür. 9 işə görə ümmətim cəzalanmaz. Bir neçə sayır, biri mala ya'lamun deyir, o ki bilmədən elədiyi bir işdir, bilmədən bir xəta edir, bilmədən birinə toxunur, bilmədən etdiyi işlərin hamısı. Biri də o həsəd ki, o paxıllıq ki, içindədir, hələ çölə çıxmayıb. Görərsən, adam var, paxıllığı var, amma paxıllıq onu çox şeyə sürükləyir. Məsələn, qeybət aparıb çıxardır, başqa məlumatlarlı işlər aparıb çıxardır. Amma bununki içindədir hələ. Yəni, üzə çıxarmayıb. Çünki bu paxıllıq ki, içində var, qoymaz axı. Onlar yaxşı gündə olsun, özünün pisliğini razı da qalsın. Amma onlar məndən pis olsun. Onlar yaxşı qalır, dinən Allah, mənimkin çoxalır. Mənim nurumu çoxalır, mənim malımı çoxalır. Bu, münafiqlik olar artıq, sən kimisə qəzəb edəyəsən, yəni artıq paxıllığın artıq həddini aşıb daşar. Üçüncü buyurur ki, kafir ki, ondan müqatilə edəyər. Kafir o möminlə mübarizədə olar. Kafirin mümini gözü götürməz. Namaz qılır, müsəlmandır, mömindir. Kimə nə qayırır ki, bu müsəlmandır? Kafirin gözü götürmür ki, bu müsəlmanın, özü bilir ki, bunun ahirət məsələsində etiqadı yoxdur, cənnət, cəhənnəm və deyir ki, bunun namazı da düzdür, ibadəti də düzdür. Kafir bunların hamısı deyir, amma burada deyir.
Amma əmələ qalanda tüm bilir ki, bunlar behişdə gedəcək, özü ona layiq gör, çalışar ki, mübarizə aparsın ki, onu behişdə getməsin. Hər nə yollar olursa onun dünyasını zayi eləsin, çətinliyə salsın, istəməz onun yaxşı gününü. Baxın, Həzrəti Əli əleyhissalam niyə orada 25 il susdu? İmam Həsən əleyhissalam niyə sülhə getdi? Bunların hamısının niyələrinin cavabı bu idi ki, Həzrəti İmam Həsən əleyhissalam istəmirdi ki, iki müsəlman qardaş mübarizə eləsin, müharibə eləsin. Bizans imperatorluğu, Rum imperatorluğu müsəlmanların təzyifi altından, zəifləməsindən su-istifadə edib gəlsinlər. Hücum çəkib müsəlmanları tamamən qırsınlar. Ona görə sülhə getdi, müharibə eləmədi, oturdu. Öz çıxarı ki vardı, özünün ki Allah tərəfindən təyinatı ki vardı, onun öhdəsinə, onun boynuna qoyulmuşdu vəzifə. Gördü ki, bu xilafətdən üstün İslamiyyətin özüdür, qalmasıdır, bəqasıdır. Və sülh ilə o xilafəti və İslamiyyəti qorudu, saxladı. Və nəfsun tunavzi'hu, müminin dördüncü ona qarşı mübarizə aparan nəfsi var ki, onunla daim münazirədədir, daim onunla savaşdadır. Mübarizə aparır mümindən. Mömin ona qarşı hazır olmalıdır. Düşmənini tanıtdırır burada Peyğəmbər. Bu 5 nəfərin buyurur ki, müminin düşməni 5 varlıq elədir ki, ənnə. Onlara qarşı ehtiyacı olsun. Həsəd eləyəni, qəzəb eləyəni, müqatilə, mübarizə aparanı, ondan vuruşanı və onu ilə daim nizada olan, mübarizədə olan, çəkişmədə olan nəfsi. Və sonda buyurur ki, 5-ci və şeytan, bir şeytan ki, yudilluhu çalışır, onu azdırsın. Tamamən azdırsın. Çünki şeytan söz verdi ki, Allaha لَاُغْوِيَنَّهُمْ اَجْمَعِينَ اِلَّا عِبَادَكَ مِنْهُمُ الْمُخْلَسِينَ Mən sənin xalis bəndələrindən başqa bütün hamısını cəhənnəmə atacam. Yolundan azdırardan da onlar cəhənnəmə düşsün. Həzrəti Peyğəmbər sallavatullahın bir hədisi var. Buyurur ki, Mən ibtəla minəl mu'mininə bi bəlain fəsəbərə aleyhi kanə ləhu midlu əcri əlfi şəhid. Bir mümini ki, ona mübtəla olduğu, düçar olduğu bir imtihan, bəlaya səbr eləyə, dözə, 1000 şəhidin əcri savabı var. Şəhidin 1000 hər birinin, yəni 1000 şəhidin apardığı savabın əcrini aparar. Kim? Sabir. Hətta Allah özü buyurur ki, mən səbr edənlərlə bir yerdəyəm. İnnəllaha mə'əs-sabirin, innəllaha yuhibbus-sabirin. Kimi deyil? Bəla müqabilində səbr edəyəm. Bəla bir imtihandır. Və yenə də buyurur ki, Quran-ı Kərimdə əl-malu vəl-bənun fitnə. Evlad və mal bəladır. Amma imtihan bəlasıdır. Fitnə yəni bəla. İmtihan. Allah bunlarla imtihan edir. Görürsünüz, Quranın bir ayəsində deyir ki, sizləri ölüm və həyatla, o iki ölüm və həyatı xəlq elədi. Özdə maraqlıdır, mən sizin təfsirə baxırdım. Onun barəsində deyir ki, Allah Teala buyurur ki, Əlləzi xələqəl mevtə vəl həyatə. Allah o iki ölümü yaradır və həyatı yaradır. Buna diqqət edin. Əgər ölüm ədəm olsaydı, yox olmaq olsaydı, Allah niyə deyir ki, ölüm məxluqdur? Bir şey ki, məxluqdur, varlıq deməkdir də, var olan. Bir var olandır, yoxluqdur ki. Amma bu ölümü və həyatı buyurur ki, və ölümü də həyatdan qabaq gətirməyiliyi, neçə dənə təfsir var, neçə dənə söz demək gələr bu barədə, bariz aşkarı budur ki, ölüm əhəmiyyətinə Allah o qədər qail idi ki, insanın yaxşı adam olmasında ölümün böyük rolu olduğunu bildirmək üçün ölümü həyatdan qabağa gətirir. Və yaxud da bu həyata işarə etdiyi, bu həyatın puç bir şey olduğu, bu həyatı yalnız bir yaşayıb həqiqi dünyasında nəticəni əldə etmək üçün, ahirəti üçün, yalnız istifadə üçün lazımdır bu möminə. Yaşamaq, keyf eləmək üçün deyil. Ona görə deyil, ölüm və həyatı biz yaratmışıq ki, hansınız daha çox yaxşı əməl, daha yaxşı, artıq yaxşı əməl edərsiniz.
Çünki özdə orada demir ki, əksəru əmələ, əməlin çox olsun. Deyir, əhsənu əmələ, əməlin gözəl olsun. Çoxluq kəmiyyətlə heç bir zaman işi olmur Allah'ın. Keyfiyyətə deyir, fikir verir ki, Allah daha çox yaxşı əməl eləsin. Yaxşı əməl eləsin. Gözəl əməl eləsin. Nəyə ki, daha çox elə əməlin özün eləsin, bu lazımdır. Ənkabut surəsinin 2-ci ayəsində Allah buyurur: Əhəsibən nas ən yutrəku ən yəqulu amənnə və hum la yuftənun. Aya, məgər insanlar belə güman edirlər ki, elə iman gətirdin deməklə biz onlardan əl çəkəcəyik, onların heç imanını yoxlamayacaq. Onların imanını biz imtihan edəcəyik hər anda. Hər anda mən iman gətirmişəm deyənin imanının ölçüsünü, tərəzisini, meyarını biz nə edəcəyik? Ölçəcəyik ki, Həzrəti İmam Sadiq buyurur ki, İnnəməl mü'minu bi mənziləti kəfətil mizan. Mümin elə bir tərəzinin iki gözündə olan kimidir. Kulləma zidəti fi imanihi zidəti bəlaihi. Hər nə qədər ki, onun imanı tərəzinin bir gözündə artar, onun bəlası da o bir gözündə artacaq. Hər nə qədər tərəzinin bir gözünə elə bir qoyursan, o tərəfdə də ölçünü artırırsan, burada əti qoyursan məsələn, ət çəkən, o tərəfdə də kilosunu artırır, görün bərabərləşməlidir. Düz olmalı da çəkir. Deyir, müminin imanının çəki daşı bəladır. Çatdıra bildim də bu sözü. Müminin imanının çəki daşı bəladır. İmanı nə qədər artsa, Allah da bəlasını o qədər artırır. İmtihanı o qədər artırır. Əgər bir mümin deyək ki, mənim heç bir zaman imtihan verməmişəm, bəla başıma gəlməyib, çətinlik gəlməyib, o imanında onda nədir? Şübhəlidir. Onun imanı şübhəlidir. Liyəlqəllâhu əzzə və cəllə və la xətiyyətələ. Çünki Allah bunu edir ki, Allahla görüşən zamanda artıq onun heç bir xətası, heç bir problemi qalmış olmasın. Həzrət İmam Sadiq Aleyhisselamın gözəl bir hədisi var. Buyurur ki, مَا مِنْ مُؤْمِنٍ إِلَّا وَهُوَ يُذَكَّرُ فِي كُلِّ 40 يَوْمًا بِبَلَى. Elə bir mümin adam yoxdur ki, Allah onu 40 gündən bir bəlanla xatırlatmasın özünü. Ayıtmasın. Allah ona bəlanla təskir edər, ayıldar, oyadar, belə deyək, oyadar. Hər 40 gündən bir Allah müminidir, oyadar. Nə ilə? İmtihanla, bəlanla. Nədən ibarətdir o bəla imtihandır? İmma fi malihi, ya malı ilə, əv fi evladihi, evladları ilə, əv fi nəfsihi, ya da öz nəfsi ilə, canı ilə Allah neylər onu oyadar. Mümin ən azı 40 gündən bir bəlanla olar. Malı varsa, malı ilə, malı yoxdursa, görərsən, evladı ilə, evladı da yoxdursa, öz canı ilə. Elə görərsən ki, də xəstələnər, neyniyər bu kimi şeylər. Çünki günahların kəffarəsidir də təmizləyir Allah. Bir nəfər Peyğəmbər ki, daim qonaq çağırırdı Peyğəmbəri, Peyğəmbər getmirdi. Adətən Peyğəmbər qonaq çağırılanda gedər. Amma nəsə bunu tanıyırdı, getmirdi. Ki, elə bir formada elə deyildi ki, dahi hiss olunmasın da. Bir gün dahi Peyğəmbər getmək məcburiyyətində oldu bunun evinə. Əyləşmişdi Peyğəmbər bundan, söhbət edirdilər, ətrafında da birdən toyuq çıxdı taxtcanın üstünə orada. Peyğəmbər görür ki, taxtcanın üstündə yumurtadır. Tez Peyğəmbər diyor ki, yumurta düşür, dedi, onu tutuqla o sınacaq. Dedi, yox, Resulullah, sınan dögür belə dayı. Elə bu cürdə düşdü, bu çata bilmədi, sınmadı, götürdü deyər, sınmadı da, yenə mənim başıma heç bir şey olmur, bu şeylər görürsən normaldır, düşür, sınmır, stəkan düşür, məsələn, sınmır, qabqazaq heç olmur. Peyğəmbər durdu, əbasını yığdı, dedi, da mən burada qala bilmərəm. Dedi, niyə dedi, Allah səndən kötülükdən üz döndərir. Sənə böyük bir bəla hasıl şeydir. Mümindən xırda çıxardır da, görərsən ki, day sənin bəloy yekəsindən gələcək, böyüyündən gələcək. Ona görə mümin ən azı xırda o taxtadan düşüb sınmalı. Buyurur ki, ma aqəbə, yenə Həzrət Əli Aleyhisselamın Nəşr bəlagasında da, ma aqəbəllahu abdən mu'minən fi havlihi dünya illa kanəllahu əhlən və əncədə və əcvədə
və əkrəmə min ən yəudə fi uqubətihi yevməl qiyamə. Aləm sənə qurban olsun. Əli, gör nə gözəl sözdür. Əli əleyhissalamın dediyi sözü adam eşidəndə adam kef eləyir. Bu sözü Həzrət Əli əleyhissalam dedi, bizə problem yoxdur. Çünki Əli əleyhissalam deyirlər. Əhl-i Təsənnə aliminin bir sözü var idi. Məşhur Əhl-i Təsənnə alimindən daha məşhur. O dedi ki, Şiələr bir dənə mübadilə ayəsində orada nə buyurur? Ənfusənə və ənfusəkum. Denən ki, biz özümüzü də gətiririk, özünü də. Bu nə kifayətdir? Buyurur, Şiələr kifayətdir. Bunu ilə Əli əleyhissalamı bütün peyğəmbərlərdən üstün bilməyə dəlil gətirsin Əlini. Bütün peyğəmbərlərdən ki, Əli üstündür deyirlər, bu ayəni dəlil gətirsə kifayətdir, bəsdir şiələrə. Nə? Çünki Allah özü peyğəmbərə dedi ki, özünü gətir, özün gəl və özünü gətir. Siz də özünüzü gətirin. Özünüz gəlin və özünüzü gətirin. Peyğəmbərə dedi, özün gəl və özünü gətir. Peyğəmbər özü gəldi, özün əlini gətirdi. Dedi, çünki Əli burada Allah deyir ki, Peyğəmbər elə sənin özün kimidir. Bir dənə Peyğəmbərliyi yox idi. Sənin özün kimidir. Peyğəmbər də bütün Peyğəmbərlərdən əfsəl dördü. Üstün idi də. Necə ki, Peyğəmbər bütün Peyğəmbərlərdən əfsəl idi, Əli də hamısından əfsəl. Əli əleyhissalamın haqqında nə qədər ayə desin, hədis desin, gətirmək olar. Allah hər bir şəxsi müminləri imtihan edib, hətta Peyğəmbərlərini. Ayətullah Dəstəqeybin Üsul-i Din kitabından mən bunu iqtibas eləmişəm. Həzrət Yunus əleyhissalam deyir, 30 yaşında Peyğəmbərliyə yetişdi. 30 yaşında. Özdə Neynəva tərəfində, İraq tərəfdədir ki, Kərbəla. O ətrafda Peyğəmbərlik olur. 33 il Peyğəmbərlik elədi. 33 il təbliğ elədi. 33 il dini təbliğ elədi. 33 ildə cəmi 2 nəfər iman gətirdi. Tənuqa, Rubih, ya Rubəybih. Tənuqa cahil idi, amma Rubəybih Peyğəmbərlər nəslindən idi, alim idi. Cəmi 2 nəfər. O həddə ki, Həzrət Yunusu yordular. O həddə ki, qovmi Həzrət Yunusi, tayfası incitdilər. Həzrət Yunus əsəbləşdi, Allahla danışanda dedi ki, Allah qəzəbli halda bu qovmumu həlak elə, məhv elə. Bilirsiniz də, qəza və qədər bəhsi var İslamiyyətdə. Bir gün vaxt olsa bu barədə danışırım, amma indi ötəri vuracam işarə. Qəza hətmidir, dəyişməz. Məsələn, ölmək. Amma qədər nə vaxt ölmək, onu dəyişər. Görərsən ki, adam, yaxşı adam olsa, birisinə gedib yetişsə, yoxsul birisinə, atasına, qardaşına əl tutsa, ömrü uzanar, qədəri uzanar, qədəri dəyişmək olur. Amma qəza hətmidir. İndi sözə baxın. Həzrət Yunus deyir, Allah bunları məhv elə, həlak elə. Allah nə cavab verir? Deyir, Yunus, get bəla göndərərəm. Demir, həlak edəyərəm. Deyir, get bəla göndərərəm. Həzrət Yunus qəza istəyir. Amma Allah qədər qoyur bunun qabağına. Bəlanı da dəyişmək olar da. Böyük üstadlardan biri şəxsən mənim özümə dedi ki, dedi, Allahdan istəyəndə belə dua elə. Allah, mənim haqqımda hər nə ağır imtihanlar, bəlalar vermirsən, bilirəm, sən vermirsən, yaraşır mənə. Çünki sən vermirsən. Amma mənim ona yaraşığım yoxdur, ləyaqətim yoxdur. Mənim gücüm çatmayanla mən imtihan eləməm. Bəzi xəstəliklər var ki, insan Allah imtihansız bilib də. İnsanın dünya malında itirməsi bir şey deyil. İnsan imanını və özünü Allahdan itirməsi. Yunus əleyhissalam gəldi qovminin yanına. Birinci tayfası 2 nəfər ki vardı iman gətirən. Tənuqiyə dedi ki, Rubəybihə dedi ki, mən o alim olandan, Peyğəmbər nəsil olandan, mən Allahdan bəla istəmişəm. Allah dedi, həlak eləyəcəm, hamısını məhv eləyəcəm. Dedi, ya Yunus, çox səbirsizlik eləmişsən, gələk eləməyindən də biraz səbirləşir.
mən çıxmayacam bu qovmun içindən. Əgər Allah deməyib ki, bu qovmun içində bir mömin də olsa, mən bəla göndərmərəm, çıxmayacam. Bunların içində olacaq. Sən gedirsən ki. Yunus o qədər narahat olmuşdu. Çox indirmişdilər Həzrət Yunusu. Ondan gəldi, Tənuqənin yanına dedi, bəs mən Allahdan bəla istəmişim, Allah göndərdi. Allah yox, getdik. Bu bilmirlər məsələni. Qoşuldular, ikisi çıxıb getdilər dağın yanına, uzaqlaşdılar. O qədər ki, daha görək bəlanı. Bunlar inanmadılar. Həzrəti Yunus əleyhissalam dedi, sizi bəla gözləyir. Yenə inanmadılar, amma sonda nə oldu? Bunların üzü saraldı hamısının. Bir Rübeybikdən başqa ki, onların içindir. Sonra qaraldı. Bunlar düşdülər, təşvişə gəldilər ki, Həzrəti Yunusdan yolun istəyək, tövbə eləyək, bizi bağışlasın, Allah nəzr eləyir, iman gətirmək. Həzrət Yunus yox. Gəldilər Rubihin yanında. Rubih yolunu öyrətdi bunlara. Dedi, Allah qəza verməyib, ölüm göndərməyib, fəlakət göndərməyib, bəla göndərib, qədəridir. Bu qədəri də duanla dəyişmək olar. Gəlin dua edək ki, sizə yolunu öyrətsin. Tövbə eləyin, Allaha söz verin. Tövbə eləyin və bu əməllər eləyin. Tövbə elədilər hamısı və əməllər ki, öyrətdiyi uşaqları, körpə uşaqlar, süd əməl uşaqları ayrın qoyun qırağa, süd vaxtında, süd əmək vaxtında, yemək vaxtı çatanda qoy ağlasın. Uşaqlar sıxılsın, ana süd istəsin, verməyin. Əmcik quzuları bırakmayın anasının altına, onlar da mələşsin. Allah bu qədəri dəyişər inşallah. Allahdan elə bir istəyək yoldan ağlayın, dua edin. Bu duaları deyin, dualar öyrətdi və formalar öyrətdi, sözlər öyrətdi ki, onların qurtuluşu da yenə Əhl-i Beytə duada olur. Bunlar tövbə edədilər, yola gəldilər. Ondan sonra gəldilər Rübeybiklə Həzrəti Yunusun yanına ki, bəs sən deyirdin, Allah bəla göndərəcək, Allah bizi həlak edəcək, görürsən, biz Allahdan dua edədik, Allah bizi bağışladı, Allah da bizi əfv elədi. Həzrət Yunus qəzəblə çıxdı oradan, əsəbləşdi, çox qəzəbləndi, incimiş halda çıxdı, ta uzaqlaşsın oradan, Neynəva sözündən uzaqlaşdı, gəldi, o qədər ki, gördü gəmi ilə gedirlər. Dedi, məni də aparın, dedi, hara geçsiz olar, mən buradan da baş götürür gedirəm. Qəzəbli haldaydı. O xeylə namazında da vardı. Və zənnuni izzəhəbə müğazidən fəzənnə əmdən nəqsirə aleyhi fənada fil zulümatı ən la ilahə illa ənd. Zənnun Həzrət Yunusun ləqəblərindəndir, yəni balıq sahibi. İzzəhəbə müğazidən, qəzəbli halda ki, getdi ha, fəzənnə və belə gümanlədə əndən nəqdirə aleyhi əhəd. Heç kəs qadir deyil, biz ona qadir deyirik bir şey etməyə. Həzrəti Yunusu gəmidə mindirdilər ki, bəs o tərəfə bizdə keçək. Mən də sizdən keçim o yüzden. Bu gəmini sürən təcrübəli idi, bir adam idi. Deyir, sürəndə gəmini gördü bir balina, böyük balıq bunun qabağını kəsdi. Fırlatdı ağzı bu tərəfə gördü, balıq yenə dayandı bunun ağzında. Yenə fırlatdı bu tərəfə gördü, gəldi, dedi, yox, mən həyatda görmüşəm belə şey. Yəni, hər zaman ki, mənim mərkəbimə minən vaxtı, gəlmə minən vaxtı bir günahkar olsa, bu balıq belə deyil. Yoxsa elə dönüləm, çıxıb gedirəm, dəyir. Kimsə günahkardır. Püş çatıram. Püşçü bir dəfə atdılar, Həzrət Yunusa düşdü. Bir də bu Peyğəmbər deyil, bundan günahkar olmaz. Təzdən atdılar, yenə Yunusa düşdü. 3 dəfə atdılar, bir Yunusa düşdü. Daha 4-cü dəfə ki, yenə atmaq istədilər ki, Yunus Peyğəmbər günah eləməyib, amma hər ki olası vardı Allahla öz arasında, özü bilirdi, günah deyil. Yunus əleyhissalam əsəbləşdi, dedi, hə, mənəm. Atdı özünü ki, dənizə atanda Allah elə Yunusu göydə əmr elədi, balıq göydə tutdu, buddu. Və balığa əmr elədi, bunu sənə həzmilə verməmişik, yemək üçün verməmişik, əmanət vermişik, qoru vermişik, zindandır. Sən ona zindan olasın. Bir neçə müddət qaldı və özü də yemləyirdi onun balığın qarnında. O qədər ki, Yunus hər şeyi dərk elədi, başa düşdü və duası bu oldu ki, ən tüsəlliyə alə Muhammed və alı Muhammed. Muhammed və alı Muhammedə xatır Allah məni təzədən qaytar günahlarını bağışla günah, yəni səndən öz aramda, əlbəttə günahı yox idi səndən öz aramda. Sadəcə imtihan elədi Allah Həzrət Yunusu çətinliklərlə.
Öz peyğəmbərlərini Allah sevib. Amma imtihan elədi. İmtihandan da Həzrət Yunus yaxşı çıxdı. Ki, buyurur ki, لِيَبْلُوَكُمْ اَيُّكُمْ اَحْسَنُ عَمَلًا Sizi imtihan eləsin ki, sizin hansınız daha çox dünyada yaxşı əməl sahibi olar. Həzrət Əldə buyurur ki, Allah bir möminə bəla göndərməz. Bunu da deyim, həmən bura qayıtmaq demişdim. Allah möminə deyir, əgər bu dünyada bəla veribsə, imtihan veribsə, cəzalandırıbsa, Allahın, gör bax, nə həlimliyinə yaraşmaz, nə onun kəramətli olmağına yaraşmaz, məcidliyinə, əlaçıllığına, nə onun cavadlığına yaraşmaz, cavad da bir üstündədir, bu da səxavət deməkdir, səxavətliyinə, nə də onun möhtərəmliyinə yaraşmaz ki, ikinci dəfə orada da ona cəza versin. Bir adam ki, burada cəzalanıb, əzab olur, bir adam ki, burada ağır imtihan verir, dair orada Allahın ondan işi yoxdur möminlə. Allah adama deyir, yaraşanı Allahın, yaraşığı budur ki, Allah adama 2 dəfə əzab verməz. Burada əgər ağır imtihan edibsə, ona görə deyir ki, مَا عَاقَبَ اللّٰهِ عَبْدًا مُؤْمِنًا فِي هَوْضِهِ الدُّنْيَا Əgər bu dünyada Allah bir möminə əzab veribsə, إِلَّا كَانَ اللّٰهُ أَحْلًا وَأَمْجَدْ وَأَجْوَدْ وَأَكْرَمْ مِنْ أَنْ يَعُودَ فِي عُقُوبَتِهِ يَوْمَ الْقِيَامَةِ Ona yaratmaz ki, qiyamət günündə Allah onun cəzasını təkrarlasın, bir də versin. Burada elədiyi günahı kitayı, burada da Allah vermişdi, nəsə bir təqsir olub, nəsə bir Allah qarşısında xətası olub, Allah onu da burada elə cəzalandırdı, ötəri yola verdi. Orada eləməz Allah. Allah'a and verək, Allah'ın öz hörmətinə Allah bizi ağır imtihanla imtihan eləməsin. Allah Teala bizləri bağışlamamış aparmasın. Allah Teala bizi müminlərin zümrəsindən qərar versin.